Herkese salam millət. Yeni videoma xoş gəldiniz. Deməli, hal-hazırda hardayam? Hal-hazırda Ukraynadayam, Odessada. Neçə vaxt idi ki, Azərbaycandaydım açığı və Azərbaycanda qaldıqca hər günümün eyni şəkildə təkrarlandığını və qazancımı da gördüm ki, işləyirəm və ortalıqda heç nə yoxdur açığı. Əsasən bu səbəbdən dolayı gəldim. Dedim bir qayıdım görüm. Evakuator maşın aparır. Burada heç evakuator görmədim. Azərbaycanda doludur evakuator. Əsas gəlmə səbəblərindən biri oldu. Həm də ki, bir 5 il 6 il burada yaşadıqdan sonra da artıq bura öyrəşdiyim üçün Azərbaycana qaydanda gördüm ki, yox da oranın qayda qanunu və qoyduğu çərçivədə ilə mən heç bir şəkildə uyğunlaşa bilmirəm. Və ona görə də yenidən bura qayıtmaq qərarı aldım. Çünki azdan çoxdan burada qaldığım üçün buranın nə cür işlədiyini, qayda qanunun və ümumiyyətlə ölkənin nə cür işlədiyini azdan çoxdan bilirəm. Necə gəldiyimi isə soruşsaz, Bakıdan Moldovaya, Kişinyova uçuş elədim. Oradan da ki, onsuz aeroportdan çıxan kimi olur. Avtobuslar olur Ukraynanın bir neçə dənə bölgəsinə. Əsasən oradan Odessaya yaxındır, mən qaldığım şəhərə yaxındır. Bura gələn avtobuslar olur. Və o avtobuslardan birinə minib gəldim. Özümə də hal-hazır kofe sifariş vermişəm. Mənə verdilər şeyə bax. Pesok qabına var bir dənə. Pesok qabı yedir Pesok suyuna bax. Öz bayraqlarının rəngindədir. Burada hal-hazırda müharibədir. Amma nə cür müharibədir? Trivoqa səsləri olur. Trivoqa olur. Motosiklet keçir. Nə qədər motosiklet var ha? Burada motosiklet sürür. Ancaq dronlarla müharibə gedir. Dronla harasa uçub edirlər belənsinəm. Arada vururlar, arada bunlar rusları vurur. Yəni, nə qədər dronlar uçsa belə, dron qoruyucu silahları var da, belədir. Yəni, onu saxlaya bilirlər. Trivoqalar olur gün ərzində. Yəni, müharibə təzə başlayanda Ukraynada biraz qorxuducu gəlirdi hamıya, içi mənə daxil. Buradakılar hamı öyrəşib, yəni trivoqa olanda normal bir şeymiş kimi qəbul edirlər və yaşayırlar. Həmçinin bu mənə də aiddir. Birinci gələndə biraz oldum, amma görürəm ki, yox, mənim kimi insanlar da yenə bu trivoqa səsini eşidir, amma ki, öz işində gücündədir də, yəni artıq öyrəşiblər. İşin ən maraqlı tərəfi oydu ki, gələndə tam olaraq beynimdə bir şey formalaşmamışdı ki, nəyi necə edəcəyimi təqribi bilirdim, amma ki, tam olaraq bilmirdim də nə edəcəm. Yəni, şükürlər olsun, gələn kimi iş tapdım özümə, razı. Maşınlarla əlaqəli bir işdir. Zaten mən də maşınlarla məşğul olduğum üçün ona uyğun bir özümə iş tapdım. Hal-hazırda oyunla məşğulam. Bir kənardan da həm bu YouTube'a video çəkməyə çalışıram. Vaxt olduqca. İndi gəlmişəm Kölnə oxuduğum universitetin yanına, orada əyləşmişəm. Biraz kofemizdən içək. Əsasən bura gəlməkdə səbəblərindən biri odur ki, mən buranın azad olduğunu bilirəm. Bu xaricə çıxmayan insanlar üçün də bəlkə də biraz qəribə səslənə bilər, amma Azərbaycandan kənara çıxanda fərqli bir şeylər görürsən və insanların fərqli şəkildə yaşadığını görəndə Azərbaycandakı olan o feedbackinlə xaricdə olan feedbackin tamam fərqli olur və yenə də xaricin üstün olduğunu görüb ayırd eləyə bilirsən. Yəni, əvvəldən dediyim kimi, burada yaşadığım üçün buranın azad olduğuna, azad hissi verdiyinə, yaşam səviyyəsinin bizim ölkəyə nisbətən daha gözəl olduğuna qənaət gətirdim və ona görə yenidən qayıtdım bura. Bəlkə buradan da harasa gedə bilərəm. Amma hələ ki buradayam. Bir neçə müddət burada qalacam. 3-4 gündə artıq buradayam. Cəmi günü bəlkə də 2-3 dənə polis maşını görmüşəm. Əsasən polis maşını yox, obyekti qoruyan xüsusi orqanlar var. Dövlətlə əlaqəli, amma dövlətin olmayan orqanlardır. Yəni ki, sizin bir obyektiniz var, işlədirsiniz və bunu qorumaq ehtiyacı duyursunuz. Bunu dövlətlə əlaqəli bir mühafizə şirkətinə yönləndirirsiniz. O şirkətinə gəlsin, mənəm sadə bir vətəndaşam, sadəcə mənim əlimdə insanlar var, idmançılar var, döyüşçülər var, mən onlara pul ödəyirəm və bu pulla da
sizin obyektivinizi qoruyuram. Ora nə bilim zənglər daxil olur, əraziyə baxırıq və s. belə. Burada əsasən məntiq odur. Polis maşını dəhşət azdır. Burada polis maşınları Bakıda olan o Priuslar var ya 20 kurza onlardandır. Onlar da ki yəni görürəm ki yəni maşın saxladıqları belə şey olmayıb. Yəni Bakı kimi deyil. Bakıda hər addım başı polis var, qayı var. Kimsə saxlayır, nəyəsə görə. Burada elə şey yoxdur. Bunların maşınlarına gələndə isə bunların maşınları Avropaya yaxın olduqları üçün biraz qəribədir. Corolla var, Toyota Camry var, Corolla var, Fiat var, Hyundai Elantra var. Bu az dəhşət azdır. Köhnə Sovet ölkəsi olduğuna baxmayaraq Jiguli görə bilmərsən də burada dəhşət dərəcədə azdır. Əsasən Toyota çoxdur. Və maşın kimin maşını da var, onların bir çoxu plyonkadan istifadə edirlər. O vaxtda fikir vermişdim mən buna 2 dəfə gəldim, çox maraqlı idi. Yəni bütün maşınlar plyonka. Bütün deməsək belə bir çox maşında plyonka var. Bu da qapqara. Yəni qabağı plyonka, sağı plyonka, hər bir yeri plyonkadır maşının və qara yüzlüyü plyonka ilə örtülüb. Necə sürürlər onu da bilmirəm. O günləri birinin maşınına oturdum, belə baxıram görürəm, amma necə sürürsən, yəni görsənmir. Qapqaranlıqdır. Yəni ona belə polis ilişmir. Polis heç bir şəkildə ona söz demir. Hətta mən Moldovadan bura gələndə belə fikirləşirdim ki, məni saxlayıb eləyərlər. Ölkədə müharibə şəraitidir, yəni məni buraxmamaları çox normaldır. Amma ki buraxdılar. Biraz sadəcə Moldovada sorğu-sual eləyirlər ki, hara gedirsən, niyə gedirsən, orada nə işlə məşğul olacaqsan, kimsə çıxacaq qarşıma falan belə suallar verirlər. Başqa yəni heç nə soruşub eləmirlər. Həm də ki buranın bir şey yaxşıdır ki, buradan xaricə çıxış Azərbaycana nisbətən daha yaxşıdır. Daha yaxşı dediyim şey rahatdır. Avtobusdan Moldovaya, Moldovadan isə digər Avropa ölkələrini keçid edə bilirsən və yaxud da oradan samolyot ilə bir başqa Dubaya falan gedə bilirsən. Azərbaycanda isə bu prosedura çox çətindir. Mənim gözümdə çox böyük bir şeymiş kimi gəlir. Amma burada məsələn üçün avtobusdaydım. Bir dənə dayday var idi, Azərbaycanlı idi. Xarkova gəldim məsələn. Qoca daydaydı. Ona baxanda özümə şey etdim ki, bu dayda Azərbaycandan gəlib durub gedib Xarkova gedir. 2 dənə əlində adi kulok ilə. Dedim ya halal olsun da. Onun sadəcə problemləri var idi. O barədə ciddi problemləri var idi. O barədə gəlirdi ora. Yəni belə. Hal-hazırda buradayam. İstəyirəm sizə günlük vloqlar da çəkim. Instagram. Yıxıldı orada. Yenə Toyota keçdi bir dənə. Ancaq Toyota'dır. Bir dənə Peugeot var orada. Bir dənə Mazda var. Bir dənə Mitsubishi var. Bir dənə Honda gəlir. Volkswagen, bu nədir? Ford. Ancaq belə maşınlardır. Yəni Mercedes çox azdır. Dəhşət dərəcədə azdır. Və yaxud da elə mənim qabağıma çıxıb, bilmirəm. Yəni ki belə, bu sizin üçün belə bir videoydu. Hal-hazırda nə edirəm, nə işlə məşğul oluram deyə. İstəyirəm ki, günlük video, blog şəklində də Instagrama balaca reelslər qoyum sizin üçün. Başıma gələn maraqlı bir şey gördükdə, onu istəyirəm paylaşım sizinlə. Bu qədər idi. Təşəkkürlər izlədiyinizə görə. Siz də belə videoların davamlı şəkildə gəlməsini istəyirsinizsə, aşağıda bəyənib mənə dəstək ola bilərsiniz. Hələlik.